907-ci maddənin ləğvi ilə bağlı çox mühüm addım atıldı. 907-ci maddənin fəaliyyəti daha bir il müddətinə donduruldu. Bu məqamı gözəl qeyd elədiniz. Biz məsəl üçün daim eşidə bilərik ki, az əvvəl sizinlə söhbətimizdə də efirdən əvvəl danışdıq. İstəyərdik buna da bir nəzər yetirək. Bu 1992-ci ilin oktyabr ayında Azərbaycana qarşı Amerika Birləşmiş Ştatları Konqresinin qəbul etdiyi bir bədnam qətnamədir. O zaman postsovet artıq respublikalar, müstəqil respublikalar idi. Onlara azadlığı müdafiə aktı qəbul etdilər ki, maliyyə, iqtisadi dəstək göstərsinlər. Bu Azərbaycana gələndə isə həmin azadlığı müdafiə aktına bir sadəcə 907-ci, o da 906 var idi deyə, ona görə bu şərti 907-ci bir qadağa aktı tətbiq etdilər. Yəni burada iki şeyi qatışdırmaq olmaz. Birincisi 907-ci maddə Amerika Birləşmiş Ştatlarının dövlət səviyyəsində Azərbaycanın iqtisadi qadağa aksiyasıdır. Yenə deyirəm, dövlət səviyyəsində. Qeyri-hökumət təşkilatlarına bu dəxli yoxdur. Bu bir. İkincisi də ki, Vaşinqton razılaşmalarında 907-ci maddə ləğv olundu yox. Onun ləğvi növbəti bir il üçün reallaşdı. Bir il işləməyəcək. Ləğv olunması üçün nə tələb olunur? 1992-ci ildə buna bəzən müəllifin adı ilə John Kerry düzəlişdə deyirlər. Bəli. Və o zamanları bunu Konqres qəbul etdi. Konqresdə 435 konqresmen var, 100 senator var. Bunlar hamısı, mütləq əksəriyyəti bu qətnamənin lehinə səs verir ki, Azərbaycana qarşı iqtisadi qadağa aksiyası reallaşsın. Deməli, bunu Konqres edib. Deməli, kim ləğv eləyə bilər? Yenə də Konqres. Konqresdə bu və digər qəbul etdiyi qətnamənin ləğvi üçün 3/2 səs çoxluğu lazımdır. 3/2. Nə zaman Amerika Birləşmiş Ştatlarının Konqresində 3/2 səs çoxluğu olsa, tutaq ki, prezident bunu istəyir və bu günlər unikal vəziyyətdə Ali İcra Hakimiyyəti respublikaçılardadır, prezident odur. Konqresin hər iki palatasında çoxlu respublikaçıların əlindədir. Və Trump bunu istəyir ki, ləğv olsun. Amma 3/2 səviyyəsində çoxluq deyil. Aydındır. Bu səbəbdən 907-ci maddənin ləğvi məsələsi, bu perspektiv məsələsi, biz inanırıq buna, amma çox qəliz məsələdir. Əslində nə gözəl ki, bax bunu belə detallı şəkildə bizə də izah elədiniz. Yəni həqiqətən bu cürdür. Yəni bəzən belə ifadələr olur ki, 97-ci maddə ümumiyyətlə ləğv oldu. Yəni bu yanaşma düzgün deyil. Bu unikal vəziyyətdir. Kaş elə belə olurdu. Amma yeri gəlmişkən bir şey də deyimsin. Bugün Azərbaycan öz iqtisadi baxımına elə bir inkişaf səviyyəsinə gəlib çatıb ki, 907-ci maddənin tətbiqi ilə bizim o iqtisadi gücümüz və potensialımızla müqayisədə kiçik bir artıq hadisədir. Burada söhbət prinsipial yanaşmadan gedir, prinsiplərdən gedir ki, niyə təcavüzə məruz qalan dövlətə qarşı belə iqtisadi qadağa aksiyası olsun. Bax, Vaşinqtonda bu istiqamətdə hesab edirəm ki, mühüm addımlar atıldı.